və la mücamiəti mən təfərrəqə mink və la müfariqəti mən ictəməə iləyik. Buyurur ki, səndən uzaq olanlarla yaxın olmamaq istəyirəm və sənə yaxın olanlardan uzaq olmamağı. Yəni, o adamlarla oturub durmayım ki, səndən uzaqdılar. Bu adamlarla oturub durum ki, sənə yaxındılar. Sənə yaxın olanlardan mən uzaq olmayım, səndən uzaq olanlara mən yaxın olmayım. Dost məsələsidir. Dost məsələsi çox mühüm məsələdir. İnsan kimlə dost olmalıdır? Kimlə dost olmalıdır və dostluğum nə əsasdadır? Dostluğun meyarı nədir? Bu yaddan çıxmamalıdır. Mən niyə görə filan kəslə dostam? Axı, qiyamətdə bizim münasibətlərimiz də soruşulacaq. Sən filan kəslə yaxın dostuydun, nəyə görə? Sizi birləşdirən nə idi? Bu çox mühüm məsələdir. Hansı meyara əsasən dostluq eləyirdin? Dostun kim idi? Nəyə görə bu qədər adamın içindən bunu dostluğa seçmişdin? Bu mühüm məsələdir. İxlas. İmam Səccad deyir ki, mənə kömək elə, səndən uzaq olanlarla dost olmayayım. Günahkarlarla dostluq eləməyim. Və o adamlar ki, sənə yaxındır, onlardan uzaq olmayayım. Çox demişəm mən bunu ki, günahkarlarla rəftar haqqında danışmışam. Günahkarlarla düşmənçilik eləmək lazımdır. Günahkarlarla dostluq eləmək olar bir şərtlə ki, bəlkə onun əlindən tutum, günahdan qutarım. Vəssalam. Günahkarla bu şərtlə dostluq eləmək olar ki, bəlkə ona nicat verim. Amma yox, dost olasan, onunla həmrəng olasan, onun kimi özü aparasan, onun rənginə boyanasan, bu təhlükəli vəziyyətdir. Və Quranda buyurur ki, ya veylətə leytəni ləm ətəxizu fulanən xəlila. Buyurur ki, Quranda ayədir. Buyurur ki, çoxları bir adam barədədir, amma hamıya ayətdir. Deyəcək, vay olsun mənə, kəş filan kəs özümə dost tutmayardım. Yəni, dost adamı dinsiz eləyər. Maraqlı ayələr var. Müddəssir surəsində cəhənnəm əhlindən cənnət əhli soruşur. Cənnət əhli cəhənnəm əhlinə deyir ki, niyə cəhənnəmə düşdünüz? Səbəb nə idi? Səbəbləri sayırlar. Nə oldu ki, biz cəhənnəmə gəldik? Birincisi budur ki, namaz qılmırdı. Ləm nəku minəl musəllin. Namaz qılanlardan deyildi. Dilləri namaz olmasa da olar. Səhv sözdür o. Quran buyurur ki, ləm nəku minəl musəllin. Namaz qılmadıq, cəhənnəmə gəldi. Səbəb bu. İkinci, kunnan nəxuzu məl xaizin. Günahkarlarla oturub durardıq. Batil əhli ilə oturub durardıq. Günah əhli ilə oturub durardıq. Bu səbəb oldu ki, biz indi buradayıq. Hədisdə var, insan dostunun dinindədir. Xasiyyəti götürəcək bir misal da var, atalar sözü də var. Ki, bir-birinin yanında olsa, xasiyyətini götürəcək. Çox günahkarla oturub duracaqsan, ruhuna təsir qoyacaq. Mütləq təsir qoyacaq. Hər danışılan söz, hər ruhiyyə, hər xasiyyət sənin ruhunda bir təsiri var. Bəzən görürsən, bir sıra insanlar var ki, insan bir saat oturur, görürsən ki, vəziyyətin xoş vəziyyətdir, narahatsan içindən. O qədər mənfi təsiri var insanla onun oturmağının. Amma kimlə oturub durasan, Allahın dostları ilə tapasan cəmaatın içindən. Azdır, amma tapıb çıxartmaq olar. İnnəllaha yuhibbu, Quranda buyurub, kimləri sevir? Allah sevir kimləri? Müminin, müminun, möminlər. Sabirin, səbr eləyənlər. Şakirin, şükr eləyənlər. Təvvabin, tövbə eləyənlər. Amirinə bil məruf, yaxşılıqlara əmr eləyənlər. Namaz qılanlar. Bunların hamısı Allahın istədiyi bəndələrdir. Meyyar dostluqda iman və təqva olmalıdır. Əbəsə və təvəlla, Quranda Əbəsə surəsi var. Bəziləri elə bilir, bu Peyğəmbərə deyir. Amma başqa cür olub. Peyğəmbər oturub sahabələri ilə bir kör kişi içəri girdi. Peyğəmbərin yanında bir nəfər var idi, üzünü çevirdi. O kasıb, fəqir bir adam idi, fəqir libasında idi. Girdi, ayə nazil oldu. Əbəsə və təvəlla. Üzünü turşudub başını çevirdi. Əncəəhül ə'ma. Çünki kör bir insan içəri daxil oldu. O imkansızdır, kasıbdır, ona görə üzvü çevirirsən. Və mə yudrikə ləalləhu yəzzəkka. Nə bilirsən, bəlkə təzkiyə olunacaq, bəlkə islah olunacaq. Sən meyar puldur, imkandır. Ən pis insanlar o insanlardır ki, imkanlı adam görən kimi onun üzünə gülüb fəqirə yuxarıdan aşağı baxırlar.
Buyurur, istəyirsən biləsən Allah səndən razıdır ya yox, meyar bildirir. Bax qəlbivə gör, fəqirləri sevirsənsə Allah da səni sevir. Kasıb insanlara məhəbbətin varsa Allah da səni sevir. Gəldilər Peyğəmbərə, dedilər, bir dəstə müşriklərdən varlı adamlar idi. Dedilər, bir şərtlə sənə iman gətiririk ki, bu az yalavazları yanından qovlayasan getsinlər. Bizlə bunların oturacaq bir yerdə bu kasıb insanları başına yığmısan. Allah buyurur Quranda Peyğəmbərə, dedi belə dinən: "Və mə ənə bitaridillezina amenu." Mən heç vaxtı möminləri yanımdan uzaqlaşdırmaram. Ellezina amenu, onlar mömindirlər, mənə bəs eləyən budur. Onlar iman gətiriblər, Allahı sevirlər. Allaha bağlıdırsa insan, dostluğun meyarı bu olmalıdır. Kimin salamı deyir fərq eləyər, varlıya hörmətlə salam verər, fəqirə həqarətlə cəhənnəmdə öz yerini hazır görsün. Bir adam görsə ki, varlılara məhəbbəti var, rəğbəti var, o xəstəlikdən xəbər verir. Bayram gəlir, gör fəqirin evinə getməyə can atırsan, ya imkanının evinə. Gör hansını daha çox rəğbət bəsləyirsən. Dostluğun meyarı nədir? İmam Səccad buyurur ki, niyə mən ibadətdə süstəm? Niyə mənlə razı deyirsən? Olmaya pis adamlarla oturub duran yerdə görmüsən məni, Allaha deyir. Olmaya yaxşıların məclisində məni görməmsən. Yəni bu mühüm amildir ki, insanın bəndəliyinə də təsir qoyur. Adam Allah dostlarından tapa, xüsusən alimlərdən tapa. Həzrət İsa'dan soruşdular ki, kimlə dost olaq? Həvarilər soruşdu, kimlə dost olaq? Həzrət İsa buyurdu ki, o insan ki, onu görəndə Allah yaduza düşsün. Onu görəndə Allah yaduza düşsün və əməlləri sizi əməl eləməyə rəğbətləndirsin. Həyatımda mən görmüşəm. Allaha and olsun, bəzi insanlar var, onları görmək insanın halını dəyişir. Onlarla salam verib, əl verib görüşmək insanın halını dəyişir. İnsanda mənəvi məsələlərə rəğbət yaradır. Heç ağzını açıb danışmasın. Onunla ünsiyyətdə olmayasan, elə salam verəsən, görəsən, üzünə baxanda halın dəyişir. Nəfəsi pak insanlar olur ki, bir sözü ilə insanların taleyini dəyişiblər. Ayətullah Bəhaəddinin tələbəsidir. Bizlə bir iş gördü ki, qeybət eləyə bilmirik biz. Yəni qeybətin mənşəyini ürəyimizdən çıxartdı. Bunu keçmişdə danışmışam. Bir alim deyir ki, ruhanidir. Deyir, mənim gözümdə cəmaatın sözü çox əhəmiyyətli olmuşdu. Yəni əməl eləyəndə cəmaata baxırdım ki, nə deyəcəklər. O da pis şeydir. Tərif mənim üçün çox əhəmiyyətli idi. Tənqid çox narahat edirdi. Deyir, dedim, gedim filan alimə şikayət eləyim vəziyyətimdən, yol göstərsin. Deyir, mən girdim, salam verdim, heç danışmağa başlamamış, mənə dedi ki, nə qədər mühümdür cəmaat sənə nə deyəcək. Mən dedim, bu hardan bildi mənim sözüm nədir? Nə qədər mühümdür dedi, cəmaat sənə nə deyəcək? Deyir, mən buna deməmiş, mənim çarəmi dedi. Deyir, çıxanda fikirləşirəm ki, indi çalışım bu xisləti aradan aparım. Biraz yol getdim, bir neçə saat keçdi, baxdım, gördüm içimdə də qalmayıb o hal. O sözü ilə mənə yol göstərmədi. Sözünə elə bir ox kimi idi. Atdı, o xislət öldü içimdə. Bir dənə sözü ilə ki, nə qədər mühümdür cəmaatın sözü insan üçün. Cəmaat nə deyəcək, nə qədər mühümdür. Belə adamlar var. Bununla oturub durarsan, görürsən övliyalardan olarsan. Onun pak nəfəsi sənə toxunar, bütün halətin dəyişər, vəziyyətin dəyişər. Amma biri də var ki, elə adamlarla oturasan ki, şeytan dillər ən vəfasız dostdur, bilirsiniz. Qiyamətdə yaxşı bir mənzərə var. Yaxşı deyəndə baxır kimin üçün yaxşı? Yaxşıdır, çox ağrılı bir mənzərədir. Ki, qiyamətdə hamı gələr, şeytanı da dəvət eləyərlər, cəmaat deyər, bu elədir. Bu bir ömür ki, onunla dost olmuşsan, indi axırına baxışın. Axırına bax, axırda deyər ki, məni qınamayın, özünüzü qınayın. Mən çağırdım, siz gəldiniz. Mən sizə də nifrət edirəm, sizin Allaha şərik qoşduqlarınızdan da son gəlir. Axırda məsxərə eləyər, bir ömür onunla dostluq eləyəni gülər, məsxərə eləyər və nifrətini bildirər. Və Quranda ayə var, bunu da deyim, sözümü tamamlayayım ki, o gün bütün dostlar bir-birinə düşmən olar, Allahdan qeyri nə üçünsə dost olanlar düşmən olar, illəl müttəqin, ancaq müttəqilərdən, təqvallardan başqa. O gün ancaq Allaha görən olan dostluq fayda verəcək insanlara. Allah üçün olan dostluq insanlara fayda verəcək.